Mərhəmətli və rəhimli Allahın adı ilə. Biz dedik, ey Adəm, sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için təkcə bu ağaca yaxınlaşmayın, yoxsa zalimlardan olarsınız. Şeytan isə o ağacla onları çaşdırıb, olduqları yerdən çıxartdı. Biz dedik, bir-birinizə düşmən olaraq aşağı enin, yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün güzaran vardır. Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi. O da onun tövbəsini qəbul elədi. Doğrudan da o, tövbələri qəbul edəndir, rəhimlidir. Biz dedik, hamınız oradan yerə enin, mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalan sayanlar isə od sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ey İsrail oğulları! Sizə bəxş etdiyim neymətimi yadınıza salın və mənə verdiyiniz əhdə sadiq olun ki, mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə məndən qorxun.